Bakının Nərimanov rayonu Ər-Rəcəbli küçəsində fəaliyyət göstərən fiziki şəxs Hüseyn İsaoğlu Xəlilzadəyə məxsus Bayfateh İctimai İyaşə obyektində plandankənar yoxlama keçirilib. Qlabalas xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, xam mal ət məhsullarına dair müşahidə edici sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi məlum olub. Eyni zamanda satış üçün nəzərdə tutulmuş, aşkar saxtalaşdırılma əlamətləri olan Chivas əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Qeyd edək ki, Bayfateh restoranı meyxanaçı Akşin Fatihə məxsusdur.